düşünürəm ki, mən bilirəm ki, Ramiz Mehdiyev o da belə düşünür. Niyə görə? Vaxtikən zaman olub, vaxt olub, nə bilim il olub, gün olub, ay olub ki, ona yaltaqlananlar, onun şərəfinə xoş söz söyləyənlər, sən mənim atamsan, sən böyük şəxsiyyətsən, sən dahisən deyənlər, təbii ki, onların adlarını, soyadlarını da bilirik, gündəlik olaraq ictimailəşir onlar kimlərdir. Düşünürəm, Ramiz Mehdiyev deyir ki, mən bilsəydim o vaxtı sizin cəzanızı ağır edərdim. Bugün çıxıb siz bu ifadələri, bu sözləri işlədirsiniz. Mənim üçün maraqlıdır. Bax, çox maraqlıdır. Dünənə qədər onun böyük dahi sayan, şəxsiyyət sayan, özünə mənəvi ata bilən, nə bilim, özünə mənəvi dayı, əmi bilənlər niyə görə susmusunuz? Niyə susmusunuz? Siz bilirdiniz ki, onun planlarından xəbəriniz var idi. Hər biriniz, bəziləriniz onun bağ evinə yığışırdınız. Nə bilim, məşvərət, məsləhət, məclislər qurardınız. Bunları etmişsiniz. Hər biriniz yenə deyirəm, bəziləriniz. Bəs bu xəyanətdə mən deyərdim ki, elə birinci siz suçlusunuz və birinci siz günahkarsınız. Çünki şəraiti siz yaratmışsınız. Bir dəfə onu hənin əvəzinə, hə əvəzinə yox deməmsiz ona. Deyərdiniz də, qarşısına alardınız da. Bir qadın deputat çıxır, deyir ki, mən bilirdim ki, o otellərdə kamera var. Yəni tanınmış belə deputatları, məmurları, nazirlər o otelə gedəndə onları kameranın yaddaşına köçürür. Xanım açıqlama verir. Xanım, siz ona görə deyir, mən otellərə heç vaxt getmirdim. Yaxınlarıma da tapşırırdım ki, otellərə getməsin. Digəri deyir ki, mən o vaxt demişəm, ona mənəvi ata, indi ki demirəm. Digərləri, ay insanlar, o şalvarından, pencəyinin ətəyindən öpənlər. Bəs siz bunları bilə-bilə niyə göz yummusunuz? Niyə bu şəraiti yaratmışsınız ki, bax, məsələ bu qədər ciddiləşib. Niyə görə şərait yaratmışsınız ki, bu insan hakimiyyətə gəlməyə belə can atıb, hazır olub, hakimiyyəti devirməyə belə hazır olduğunu görüb. Niyə görə siz bu şəraiti yaratmışsınız ki, o da məhz dövlətə, prezidentə, xalqa xəyanət edib. Mən düşünürəm ki, sizin bir çoxunuz Ramiz Mehdiyevdən də çox günahkarsınız və hər biriniz cəzalanmalısınız.